Salam dostlar. Akşamınız xeyir olsun. Her vaxtınız xeyir. Dünyanın harasında olmanın aslı olmayaraq ki biz dünyanın her yerine bizi səpələnmişik. Dünyanın düz Yeni Gvineyadan Nova Zelandiyaya kadar, ne bileyim Avustralya'dan Amerika'ya kadar, ondan ne bileyim Vladivostok'tan Kaliningrad'a kadar dünyanın bütün en uçkar bucaklarından en merkez paytaxtlarına kadar her yerde biz varıq. Ve artık bilinen odur ki yarım milyondan çok, yarım milyon yok, 5 milyondan çok Azərbaycanlı artık ülkəni terk edib ve bu proses tam sürətlə devam edir. Çok maraqlı bir şeydir bu. Ve sanki ülkede yürüdülen siyaset məhz bu köçü təşviq eləməklə məşğuldur. Yani ülkede büyük köçün dayanması için hiçbir addımlar atılmır. Hiç kim bu barədə düşünmək istəmir. Əksinə bir daha deyirəm, ülkede yürüdülen siyaset bir mənalı şəkildə ülkede yürüdülen siyaset ülkeden büyük köçü təşviq eləməklə məşğuldur. Yani işsizlik, yani kasıblıq, yani hem de dünyada baş veren bu kataklizmler, müharibeler filan evvelki Azerbaycanlıların yaşayış yerlerinin artık yaşayış yerlerinden daha çok meşakkat ve azab, əziyyət, istirab yerine çevrildiğinden artık oralarda da yaşam ağırlaşmakta devam ediyor. Hem de o bakımdan ülkenin içinde Rusya'dan, Ukrayna'dan, Türkiye'den, Avrupa'dan gelen paraların hesabına Azerbaycan devletinin hiçbir haber olmadan 10 illərlə Azerbaycan devletinden 1 manat ne maaş, ne pensiya, ne muavinət almayan aileler de mecbur başlarının çaresine bakmak zorundadılar. Ona göre de bütün o ağırlıklara ve məşğulluğa baxmayaraq Azərbaycandan köç davam edir. Ben indi özüm burada görürəm bu şeyləri. Ben her gün evden çıkıp Astanovka gidene kimi burada bir üstü 100 metre mesafe yoktu. 100 metre yolu gidene kimi genç, çok genç, hatta orta məktəb şagirdləri var belə. 10 nəfər, 20 nəfər her gün yaxınlaşıb ülkeden necə getmənin yollarını soruşurlar. Tabii çalışıram indi başa salım deyim. Yani getməyin, bu ülkə kimə qoyub gedirsiniz. İndi çətindir vəziyyət bilirəm, amma indi nə vaxtsa buralar da düzələcək. Və onsuz da bir gün oradan qayıtmaq da var. İndi getmək də çətindir. O zaman qayıtmaq da çətin olacaq. Və yeri gəlmişkən deyim, indi Avropada bu İran ve ile Rusya, Ukrayna ve İran, İsrail, Amerika münaqişələrinin fonunda Avrupa'da sosyal-iqtisadi vəziyyət çöküş halına çökmeye devam ettikçe orada da bu muhacirler için ciddi problemler yaranacak ve minlərlə, on minlərlə muhacirler oradan deportasiya olunacaklar. Yani dünyada giden prosesler hem de bir objektif sebep olarak Azerbaycan'da vəziyyətin gittikçe ağırlaşmasına sebebiyet verir, ama subjektif sebepler daha çoktu. Bir daha diyeyim, ülkede yürüdülen siyaset, aparılan bak bu mənasız ve hiçbir böyle arkasında hiç ne dayanmayan bu tərəqqi, bu intibah, bu inkişaf təranələri ülkenin aslında məchul bir yere sürüklüyor ve ahırda ne olacak olanda hamı görecek. Bu arada bu günlerde şurada bir medya forum keçirdiler. Aslında o haqda danışmaq için istedim. Bugün danışmaqda məqsədim budur. Yani ben geçen defa dedim, biz burada danıştıkça sanki oğru yadına daş salırsan. Ne kadar ki problemlerden çok danışırsan problemler göz göre göre büyür. Yani sanki danışmayın,
siz danışdıkça biz bunun biraz da vəziyyəti pisləşdirəcəyik deyə bir ad gedir belə. Sizə maraqlı bir paralel deyim mən. O vaxt mən bu ordudan təxris olandan sonra uzun və o dövr üçün çox cəsarətli yazılar yazdım mən. Bu Dindirilməzlər Vadisi, bu Məkkə Daxili İşlər Nazirliğindən bağlı, ayrıca da bu daxili qoşunlarla bağlı yazılar yazdım və personajlardan biri də bu yaxında eşitdim ki, artıq təqaüdə buraxıb göndərilib. Bizim o vaxt komandir olan bir polkovnik vardı. Mən onun haqqında yazırdım. Adını çəkərək yazırdım və Allah keçənlərinizə rəhmət eləsin. Mamam rəhmətə gedəndə başqa bir polkovnik bizdə qərargah rəisi olan gəlmişdi yaz yerinə. O mənə dedi ki, Sərdar, yazdıqların hamısı doğru, düzdür, amma sən Allah daha yazma. Niyə yazmayayım? Dedi, sən yazdıqca bunu böyüdürlər. Sən yazdıqca bu medal alır, sən yazdıqca bu prezidentin fərmanla ev alır, sən yazdıqca bunun rütbəsini böyüdürlər. Və belə geçsə, birazdan sonra onsuz da biz bədbəxt olmuşuq, dedi. Bunu sən yaza nazir eləyəcəksən və bu millət bədbəxt olacaq. İndi bizim sanki bilinçli şəkildə problemdən danışdıqca, problemləri ortaya qoyduqca vəziyyət daha da gərginləşməyə davam edir. Bu qadın prezidentin də iştirak elədiyi media forumun əsasən mən Rauf Arifoğlu'nun yazısından öyrəndim. Uzun bir yazı yazıb Rauf bəy. Başına döndüğüm yaxşı yolunu tapıb. Deməli, prezidentin bütün o çıxışında o prezidentin dediklərini olduğu kimi tezisləşdirib yazıya qoyub güya bu analiz edir. Analiz yoxdur, yəni məsələn üçün deyir ki, yazır ki, Rusiyanın münasibətlər normallaşır. Yəni prezident bunu deyib. Ama bir jurnalistin, hələ Rauf Arifoğlu çapında bir jurnalistin eğer belə bir yazı yazmağa soyunursa, kol çilməyəcək, o zaman o normallaşma özünü nələrdə göstərir. Məsələn üçün o haqda bir rezüm olmalıdır. Ondan sonra Amerikanın Azərbaycanın münasibətləri belə filan. Prezidentin çıxışı Türkiyə ilə bağlı, ümumiyyətcə Türk dünyasıyla bağlı, nə bilim bu. Mən hər zaman demişəm, prezidentin çıxışları son zamanlar hamısı çox yaxşı hazırlanır. Çox belə qulağa yatımlı, ondan sonra bu necə deyirlər, qulağa xoş gələn şəkildə hazırlanır və bütün çıxışdan sonraki icraatlar hamısı orada deyilənlərin tərsini göstərir. Yəni Rauf bəyin yazısını deyirəm də, bütün prezidentin dediklərinin hamısını tez şəklində qoyub güya bu analiz edir. Analiz yoxdur. Məsələn üçün Amerikanın Azərbaycanın münasibətlərində indi Trump prezident ki nə deyib, bu götür oraya yazır. Amma bunun prezident demək istəyəndə onun bir açması olmalıdır. Bax filan məsələ filan, tutaq ki müqavilə filan, müdafiə sayəsində atılan addımlar filan, heç nə yoxdur. Adam dediyim kimi prezidentin çıxışını köçürdüb, özünə yazı düzəldib, amma diqqətimi bir şey çəkdi. Bir neçə yerdə Rauf bəy ABŞ-İran müharibəsi və münaqişəsi sözünü işlədir və niyəsə İsrail adı çəkilmir. Bunun özü də əslində bilənlər bilir, bilməyənlərin nə vecinədir ki, əslində İranın müharibə İran-İsrail ilə başlanıb. Amerika İsrailə kömək üçün gəlmişdi, qatılmışdı müharibəyə. İndi biraz vəziyyət belə gəlib ki, artıq Amerika biraz da önə çıxıb. Necə deyərlər, bu İranla müharibədə daha çox Amerika öndədir, nəinki. Amma müharibə bütün hallarda işin içində İsrail məsələsi var və yeri gəlmişkən mən çox belə bir neçə yerdə mən bunu demişəm dostlarla danışanda. Baxın, Rusiya Ukraynada ilişib, Amerikada, İranda. Amma heç kim unutmamalıdır ki, bunlar indi də özlərini dünyanın nömrə 1, nömrə 2 gücü sayırlar.
ve İkinci Cihan Savaşı'nın sonundaki Japonya atom bombası atıldı. Çok güman ki İran'ın ərazisinə atom silah işlədəcəklər. Əks təqdirdə Amerika öz gücünü nəyin bahasına olsun təsdiq eləmək zorundadır. Bu mənim ehtimallarım da, heç kim də bunu Quran ayəsi kimi qəbul etməsin, amma o xüsusda da Amerika atom silahı işlətdiyi zaman Rusiyada yəqin ki Ukrayna ilə bağlı atom silahına əl atmaq zorunda qalacaq və bu da həm dünyada bütövlüklə beynəlxalq aləmdə, həm də Avropa-Rusiya münasibətlərində xeyli problemlər yaradacaq və axırı nə olar dediyim kimi olanda görəcəyik, amma və o müstəvidə Azərbaycanın taleyi və Azərbaycanda nə olacaq? Hər iki variantda və versiyada Azərbaycanı gözləyən nədir və bu media forum əslində biraz da o suallara cavab verməliydi ki, bax bu gərginləşən və zaten çoxdan başlayıb 3-cü Dünya müharibəsi və bunun hələ kulminasiya həddinə çatmayıb və bu kulminasiya həddinə çatarsa, hətta iş nüvə silahından, atom silahından istifadə etməyə gələrsə, bizim taleyimiz, bizim işimiz, gücümüz, ölkədə bundan bağlı hər hansı hazırlıqlar varmı və prezidentdən bu sualları verib bu cavabları almağa ehtiyac var idi. Amma əslində nə baş verdi? Yəni oraya dəvət olunan beynəlxalq jurnalistlər də, yəni beynəlxalq deyəndə müxtəlif dünyanın müxtəlif ölkələrindən hamısı əslində öyle ya da böyle Azərbaycana loyal, Azərbaycana belə deyək ki, öyle böyle bizim bizə tərəfdar olan deyək ki jurnalistlər gəlmişdi. Bu da nəyin göstəricisidir? Yəni çətin suallar olmasın, yəni biraz bu problemlərin və hamıda istisnası olaraq İlham Əliyevin necə böyük bir lider, necə böyük bir prezident olduğunu cəmiyyətə, ilk növbədə Azərbaycana, bizə, yəni dünyada hamı bilir hər şeyi. O gələn jurnalistlər də bilir. Hətta bizim oraya aparılan indi heç çoxunda jurnalistka dəxli olan adamlar da əslində hamı bilir vəziyyət nədir. Amma bütün hallarda o ərəfədə də media forumdan əvvəl də bir sorğu da keçirdilər, 98%, 97% İlham Əliyevin elektoratı filan. Bunlar o qədər absurd və o qədər belə şişirdilmiş şeylərdir ki, və mənə çox qərib gələn odur ki, İlham Əliyevin özü də bu şeylərə sanki prim tanıyır və bunlardan sanki biraz da xoşal olur. Valla mən hər zaman demişəm, çox yox, o 25-30% civarında gerçək elektoratı olan, dəstəyi olan heç bir hökumətin və heç bir prezidentin arxası yerə gəlməz. Amma 97-98 çox böyük rəqəmdir, yəni. Azərbaycanda doğrudan mı narazı elektorat yoxdur. Bu da biraz o forumun gedişatı da biraz o 97%'in üzərindən sanki o media orada yığışıb o 98%'in, 97%'in təsdiqinə çalışırdılar və ən qəribəsi də odur ki, bizim dediyim kimi problemlər ölkənin, bax təhsilin problemi, hər zaman bu var, təhsilin problemi, səhiyyənin problemi, bu ölkənin cərimələr bataqlığında boğulması, banklarda kreditlərin artıq bütün o qırmızı, nədir o, şkalanın qırmızı xəttini vurub keçməsi, ondan sonra monopoliyaların hələ də ölkəni öz cəngində can çəkişdirməsi, ondan sonra rüşvət, korrupsiya öz yerində, bu məhkəmələrin bu qədər, belə deyək ki, böyük bazar, böyük Azərbaycan bazarının içərisində ondan da böyük bazara çevrilməsi, elə də prokurorluq, nə bilim, Tərtər məsələsindən bağlı hələ də prezidentin münasibəti yoxdur. Heç bir jurnalist axır Tərtər məsələsi nədir, nə deyil və bu prezidentin burada münasibəti nədir, onu soruşan olmadı. Ondan sonra amma indi əsasən dava nəyin üstündə gedir? Niyə bizi dəvət eləmədilər oraya? Mən məsələn üçün bütün zamanlarda bu mətbuat şurası yaranandan
müxtəlif media ilə bağlı hadlər olub da, ev paylamaları olub, pul paylamaları olub, ondan sonra nə bilim bax bu medallar paylanır filan olub. Mən hər zaman, heç bir zaman mən bunlara qoşulmadım. Zaten mən demişəm, dəfələrlə demişəm, tutaq ki, Rauf Arifoğlu'nun, Mir Şahinin, ondan sonra Aydın Quliyevin, nə bilim Eynullah Fətullayevin, Aynur Camal qızının, nə bilim indi və digər ki bu adamlar doğrudan jurnalist adına bu ölkədə titullandırılırlarsa, o zaman mən jurnalist dəxilim yoxdur, hamı belə də bilsin. Mən o sırada durmam, heç zaman durmam. Biraz onlar, jurnalist sözünü mən dəfələrlə demişəm, hərfin mənası var, haqqın yanında duran. Bunlar hiçbir zaman, hətta əvvəllər, onlar çox popülər olanda, bunlar çox demək, hətta tənqiddən, təhqirdən belə, cəmiyyətin bunlara ləbbey çapan çaldıqları zaman belə, bunlar haqqın yanında olmayıblar. Əslində, bilirsiniz, baş verən nədir? Bu bir para dəndə əsasən əksər müxalif camiyə də aiddir, media camiyəsinə də aiddir. Hamının gözünün qabağında ölkə talanır. Talanır, ölkə rəsmən talanır. Və bunların da işi, yəni o, nə bilim, xalq, millət, vətən, dövlət, şəhid, qazi, canımız qurban olsun, Allah ömrü versin, ömrümüzdən kəssin, ömrünə calasın. Bunların hamısı enində sonunda bir şeyə nail olmağa xidmət edir. Talandan bizə də pay verin. Mən dedim ya, mən o başdan bəri, məsələn, mən heç cürə qəbul etmədim heç zaman. Heç o barədə düşünmədim də, bizi bu tədbirlərə niyə qatmırlar, məsəl üçün. Mənim nə işim var orada, mən gedib orada nə arayacağım mən? Gedim mən, nə deyim mən orada? Deməyə söz var mı? Var. Amma mən bilirəm axı, bu tədbirlərin məqsədi, bu media forumlarıdır, o Şuşada nə bilim, gah festival keçidirlər, gah Xar Bülbül, gah nə bilim, nə filan, nə bilim, bu bir şoudur, qurulmuş şoudur, cəmiyyəti şou bataqlığında batırırlar əslində. Yəni, mənim orada olmağım biraz o şounun mahiyyətini, mənasını pozar. Mən demişdim sizə bir dəfə, o vaxt Eldar Sabiroğlu mətbuat xidmətinin rəhbər olanda, müdafiə nazirinin, bircə dəfə mətbuat konferansına girmişdim. Nəticədə bir zabitin ölümünlə nəticələnən sonuc etibarilə bir zabitin qanına bahis olan hərəkətlənmələri olduğuna görə oralara getməyin də, amma mənə qərib gələn odur ki, əslində bu gün o tədbirlərə qatılmayan, ya bunları dəvət olunmayan adamlar biraz o çobud çıxacaq. O Ruslar, Hristiyanlar fason bir krest atmalıdırlar ki, nə yaxşı mənə qatmadılar. Çünki bunun məsuliyyət payı da var axı. Dünya inkişaf eləyir, sabah bir gün vəziyyət nə olacaq? Bir daha deyirəm, bu İlham Əliyevin çıxışı da indi başından sonun əslində Rauf Arifoğlu'nun yazısında oxudum. Bəzi məqamlar düzdür orada əksini tapmamışdı. Məsələn üçün çıxışının başlanğıcında o Yuli Qusmandan, ondan sonra o Markovla bağlı danışıb Rusiyanı biraz da Rişxənd formasında ələ salmağı prezidentin. O barədə heç nə yox idi. Amma onun arxasında da sonradan Rusiyana münasibətlərin normallaşması haqqında, yəni o prezidentin çıxışının Rişxənd formasıyla Rusiyaya qarşı və münasibətlər normallaşır. Bunu gərək Rauf Arifoğlu izah eləyəydi ki, yazısında. Bir daha deyirəm, bu böyükdür axı Azərbaycanda artıq media kapitanı deyil, generalı bayaq baxdım. Azər Əsrət, nəhayət ki, belə zadla, biraz da istehzanla media generalları yazmışdım. Rauf medianın generalıdır. Gərək orada yəni biraz abavatel kütlə və tamaşaçı və oxucu üçün bəzi məsələlərə izah verməlidir axı. Tutaq ki, eyni zamanda Rusiyanın münasibətlər normallaşmaya doğru gedir. Eyni zamanda da prezident rəsmən o boyda xarici jurnalistlərin, nə bilim, ölkə ən azı böyük bir auditoriyanın qarşısında rişxənd eləyib ələ salıb gülür bunlara. Onun da cavabları indi Rusiyadan gəlir və gələcək, o da ayrı məsələdir. İndi onun söhbəti o qədər dəxili yoxdur, amma bir şey deyim mən. Deyək ki, bizim cənab prezident İlham Əliyev hələ dediklərindən də 97% yox, lap 197% var. Bunun deyək ki, o elektoratı
bilmirəm 197%. Yəni bunlarda olar yəni. O vaxtı Məzahir Fənov seçici sayını 101%'e çıkartmıştı. Yəni belə bir şeyler olur bizdə. 190% de olsa, ama o milletin başına qalxınca olmamalıdır. Məsələn üçün mənə bu böyle parmağının gözüme sokur kimi deməməlidir. Ya prezidentimiz böyle böyük falan. O da deyirdi ki Ziyafət Əsgərov parlamentdə deyirdi ki onların böyle gözəl prezidenti yoxdur deyib bizim paxıllığımız çəkirlər. Deyək ki belədir. Biz belə olmalıdır. Normalda prezident ağı indi yaxşıların içindən seçilən yaxşıdır axı. Və onun da ki yəni bir kişinin, bir atanın ailəsini, evini, ondan sonra yaxın çevrəsini, nə bilim torpağını qoruması o atanın qəhrəmanlığı deyil, onun borcudur. Yəni bütün bu deyilənlər hətta deyilən boyda olsa belə dediğim ki 197%'e vursa belə ya bu İlham Əliyevin borcudur da, mükəlləf adam. Prezident necə olmalıdır ki? Yəni bunu niyə cəmaata hər dəqiqə başı belə dad kimi, nədir, başımıza qalxış kimi eləyirlər? Güya İlham Əliyevin burada vəzifələrində biraz da bu milləti indi olduğundan da artıq əzmək var imiş, indi olduğundan da artıq cərimələmək var imiş, indi olduğundan da artıq təhsilin, səhiyyənin, nə bilim, ölkənin o digər sahələrinin məhv olunmasına dair bir mükəlləflik varmış. O da lütf gösterip bizi bu şeylerden kurtarır. Böyle biraz yani valla hiç bu yani biz nətərdir. Ben indi dedim ya bu prezidentin çıxışı da adam söz yerində. Mən ağrıdan birisi nədir? Zaten ben bu siyasətdən, ben bu ülkenin idarə olunan zihniyyəti bilirəm, çox yaxşı bilirəm. Mən bu ülke necə idarə olunur, hardan idarə olunur, bu ülkəni kim və ya kimlər idarə edir, onu da bilirəm. Amma biz bunun müsatçın bir Şahin anlamasa, Rauf Arifoğlu qanmasa, digər nə bilim, nə o Kamran Razıma vardı, nədir, bilməm, aparıb, yığıblar. Bu adamlar ən adi, tutaq ki, nə bilim, təzə dünən da qəzetə gəlmiş müxbir belə, hələ stajirovka keçən müxbir belə, bu ülkenin vəziyyətini hamı bilir axı. Yəni doğrudan deyildiği kimi olmadığını hamı bilir. Ama hamı da sanki o olmayan şeyleri kabartmaktan böyle gururla filanla. Ben bir şey diyeyim mi size? Ta son gününe kadar Bəşər Əsədin de bu cürə göstəriler olurdu. İndi bakın açın internette göreceğiz. İndi bu Şimali Koreya'da da ondan da daha büyük gösteriler var. Ondan sonra ne bileyim Çavuşeski hamının yadındadır. Kurultayda yarım saat 40 dakika ayak salgıçlarla prezident elan olundu. 3 gündən sonra çıxarttılar, Krişada güllələdilər. Hele ondan sonra ne bileyim bütün orada Gaddafi deləydi, Misir deləydi. Milyonlarla meydanda, Bağdadın mərkəzi meydanında Səddam diye bağıran insanlar 3 gündən sonra Səddamın heykəllərini yıxıb, ayaqqabılarını çıxardıb, ayaqqabının tabanından heykəlin başına dövdülər. Yani indi bu bir arzu değil ama yani isteyende devletin en zayıf, güçlü, demokrat, автokrat bilmirəm, devlet isteyende gösterileri yaradabilir. Yani onu demek istedim. O bakımdan ama hamı bilir axı vəziyyət heç də deyildiyi kimi deyil. Və bu ülkenin durumundan hamı halidir. Və bir daha deyirəm, qanmasalar, bilməsələr heç o söhbətin üzərine gəlmək olmaz. İndi adam belə. Ama bunlar bilirlər axı. Bilirlər axı. İndi Şahin deyir ki, televizyalara deyir, baxmayanlara deyir, mən çox sərt münasibət bildirirəm. Deyir ki, nətər deyir, deyir, televizyon baxmıram deyənlərə mən dişini yumamış, dişini yumayan, çinməyən adamlar kimi baxıram. Ondan sonra ictimai, yəni bu ictimai şuurun formalaşdığı bir məkan kimi baxıram. Ondan sonra deyir ki, bu milli mentalitetin tərkib hissəsidir. Elə əslində Mirşahin haqqında qanır axı. Özə dedikləri də əslində bir balaca bu Səyavuş Novruzov fasonu arxa tərəfdən baxsan adam əslində
elə onu da deyir, nə deyir o? O deyir ki, bəli, Azərbaycanda bu efirlər, telekanallar o yuyulmamış dişlər kimi kirlidir və ətrafa üfunət saçır. Elə və bu efirlərdən çinməmiş, illərlə, aylarla çinməyən adamın qoxusu gəlir. Düz deyir, həqiqət odur. Ondan sonra bu ictimai əxlaqı pozmaqla məşğul illərlə bu efirlər ictimai əxlaqı, millətin, xalqın əxlaqını, mənəviyyatını pozmaqla məşğuldurlar. Ailə düzənini məhv eləməklə məşğuldurlar. Əri arvadın üzünə, arvadı ərin üzünə, ondan sonra qaynananı gəlinin, gəlini qaynananın üzünə bax belə qaldırıb qoymaqla, bunları şikayətə, polisə, məhkəməyə şikayətə sövq eləməklə bu efirlər bununla məşğuldur. Və Mirşahin də onu demək istəyir. Və ən başlıcası da bu efirlər Mirşahinin öz real televiziyasında başlı olmaqla, Mirşahinin özü də başlı olmaqla bunlar bu günləri ictimaiyyətə, cəmiyyətə, topluma yaltaqlığın və mütiliyin ən ali formasını aşılamaqla məşğuldurlar. Estağfurullah, Rauf dedim. Elə Rauf da yoldadır. Mirşahin onu demək istəyir əslində. Həm də onu niyə hasat eləyə bilirlər? Çünki mən Mirşahini durdura bilmək üçün, ümumiyyətcə qıfıllamaq üçün, adama qıfılla demək üçün gərək həm də Mirşahinlər olan yerdə gərək Cəlal Əliyevlər də olar. Artıq Cəlal Əliyevlər bitib yoxdur ki, ona yerini göstərə, ona öz adından çağıra. O zaman da Cəlal Əliyev yoxdur, indi Allah rəhmət eləsin. Daha Cəlal Əliyevlər yoxdur. Və dediyim kimi, hamı ümumi talanda özünə pay istəyir. Bunun müxalifəti də belədir, iqtidarı da belədir, deputatı da belədir, hökuməti də belədir, naziri də belədir, baş naziri də belədir, parlament sədri də belədir, bunun polis rəisi də belədir, prokuroru da belədir, hakimi də belədir. O cümlədən də müxalifət liderləri, partiya sədrləri də belədir. Hamının, medianın çox böyük əksəriyyəti, yəni o publikacı aparmışlar oraya. Bunların hamısının istəyində necə yapaq, necə mütücə və yaltaqlıq eləyək, mütücə görsənək ki, o talandan bizə də pay düşsün. Payını da alanlar var, qismində özlərinə qismət hamısı da çox əksəriyyətdə payını alıblar. Bax, belə yəni. Çünki dedim, Cəlal Əliyevlər də yoxdur ki, dura deyək ki, sənin adın budur, sənin yerin də budur, yerini bil. O da olmayanda, bax, bunlar daha da artırlar. O yağışdan sonra göbələklər kimi çoxalırlar. Mən hesab edirəm ki, bu daddan sonra, bu çıxışdan sonra mütləq, bəlkə də indi normalda yəni, Cəlal Əliyev Mirşahinin yuxusuna girməli idi, bilmirəm də, girmədi, onu da özü efirlərin birində danışar deyər. Yəni, bilmirəm, bu vəziyyət o qədər gərgindir ki, vəziyyət istər beynəlxalq arenada, istərsə də ölkənin içində, amma hamı dediyim kimi intibahdan, inkişafdan, indi sabah bir gün bilmək olmaz ki, həyat nə göstərəcək, dünya hara gələcək, dünyada nələr olacaq və mən dediyim kimi, bu media forum əslində, bax bu ərəb saçı kimi qarma-qarışığa düşmüş dünya beynəlxalq münasibətlər sistemində və həm də ölkənin içində yaranan vəziyyətdə Prezident Azərbaycan gələcəyini necə görür, Azərbaycan hökumətinin nə kimi planları var və indi bayaq dedim, tutaq ki, Allah eləsin olmasın, mən hesab edirəm ki, olacaq. Amma birdən sərhəddimizə yaxın yerdə nüvə silahı istifadə olunsa nə olacaq? Bu şeylər, yəni, hökumətin hər hansı işləmləri varmı? Ölkə başçısının nəzarətindədir bu şeylər ki, həm də bu prezidentin işi, həm də işi deyəndə bu cür tədbirlər, həm də prezidentlərdən sos deyə bağıran problemlərə prezidentin münasibətini, ən azı onun o vizyonunu, baxışını öyrənmək üçün bu cür tədbirlər keçirilir. Yoxsa hər şey Allah, hər şey gözəl, cənab prezident, nə bilim, belə orada da, nə bilim, general Simus, dəmir yumruq,
Müzəffər Ali Başkomandan. Bunu zaten tarih yazacak, bunu biz isteseydi istemeseydi böyledir. Stalin kimi bir tirana, Stalin kimi bir tirana tarih hələ də neçə 100 ildir çalışır. Tarih Stalin'in o General Simus kimi ne bileyim bir müharibənin bir strateji qələbənin strategi kimi ki adını silənmirlər. Baxmayaraq ki son vaxtlar Amerikanın, ondan sonra İngiltərənin o dövrdə o müttəfiqlərin məsələyə münasibəti və məhz Sovet Rusiyasına, Sovetlərə dəstəyinin, köməyinin nəticəsində bu şeyler olduğu indi ortaya çıxır. Amma onunla belə qalibiyyət və qələbə hələ də Stalin ayağındadır. Bu baxımdan heç kim narahat olmasın. İlham Əliyevin əlindən o qələbəni zaten heç kim alan deyil. Ən azından o zaman üçün dövlətin başında adam olub, onda indi Şah İsmail'e nə deyirsiniz deyin, güləşək qoşurlar. Amma Şah İsmail'in 14 yaşında hakimiyyətə gəlib, 14 ölkə alıb, böyük bir imperiya qurduğunu heç kim inkar edə bilməz ki. İlham Əliyevlə də elədi. İndi o iç siyasət, kənar siyasət filan o ayrı şeydir. Və bizdə çox da hər zaman deyirlər, biz çox belə yumuşaq şəkildə ölkənin iç siyasətində problemlər mövcuddur, amma xarici siyasət əladır. Mən dəfələrlə demişəm, xarici siyasətdə, daxili siyasətdə, sosial siyasətdə, iqtisadi siyasətdə, məhbus siyasətdə, mədəni siyasətdə hamısı ölkə vətəndaşlarının rifah halının, yaşamının yəni ən üstün səviyyə gətirilməsinə xidmət etməlidir. O yoxdursa, tutaq ki, hər hansı formada, hər hansı şəkildə bütün bu təriflənən, öyülən və öyünülən siyasət içəridə insanların sosial rifah halını və ölkənin sosial iqtisadi vəziyyətini uçurumdan uçuruma daşıyırsa, daha da dibə batırırsa, o zaman o xarici siyasətə də bir quş, o daxili siyasətə də bir quş. Kim nə cürə baxır, baxsın, indi zamanı gələndə bunu hamı etiraf eləmək zorunda qalacaq. Amma o söz var ya, deyir, ziyanın arasından qaçsan kardır. Biz bugün indi baxın, sərhədlər hələ də bağlıdır. Güya dadla qatar açdılar getməyə. İndi baxın o qatarlar haqqında, Gürcüstanəki qatarlar nələr yazırlar, nələr pozurlar və qiymətlərə baxın. Qatarın qiymətləri təyyarədən bahadır. Yəni belə nə bilim, bütün hallarda mən hesab edirəm ki, bu media forumlar zadı doğrudan ya keçirtməsinlər, ya da keçirdirlərsə, yəni heç olmasa görüntü xatirinə biraz da tənqid qatsınlar, hazırlasınlar. Hazırlıqlı jurnalistlər, o Sovetlərin vaxtı bu partiya qurultayları keçirdi, çox pompezli, belə təmtəraqlı, belə möhtəşəm qurultaylar keçirdilər, amma mütləq məruzəçilər, çıxışçılar bir balaca bölümdə tənqidə yer verirdilər. Yəni əvvəlcədən hazırlanın, heç olmasa eləsinlər. Ya ola bilməz ki, bu boyda dərdləri, problemləri olan ölkənin media forumunda hamı ayaq üstə prezidenti alqışlasın, alqışladınız, sonra bəs bu 97%, 98% deyirsiniz ki, İlham Əliyev tərəfdarı var. Bəs bu gündə hər gün bu sosial şəbəkələrdə, ondan sonra nə bilim bu YouTube kanallarında, canlı yayımlarda bağıran, ağlayan, qışqıran, nə bilim şikayət eləyən, söyən, qarğış dökən adamlar kimdir? Biz onlar bu millətdən, bu xalqdan deyilmi? Onların sayı sizin təsəvvür elədiyinizdən və görünənlərdən daha çoxdur. Daha çoxdur, dəfələrlə çoxdur. İndi bu ölkədə artıq getdikcə ölümlərin sayı artır, doğumun sayı azalır, artıq ölümün sayı doğumun sayını keçir. Nə bilim, indi o demografik vəziyyətlə bağlı ciddi problemlər var. Və bunun hamısı da bir şeyin hamı fərqində olsun. Sosial iqtisadi vəziyyət, yəni əhalinin sosial iqtisadi vəziyyəti daha da çöküşlə davam elədikcə, bax, etnik, milli, ondan regional münaqişələr daha da sərtləşəcək, böyüyəcək. Əslində onun yaranma səbəbi o sosial iqtisadi problemlərdir. Bax, indi görünən şəkildə artıq indiyə kimi belə şey yox idi.
etnik azlıqlar, etnik çoxluqlar filan filan ciddi müzakirələr gedir, həm siyasilər danışırlar. Ona da hərə bir cür qulp qoyur. İndi bunun nə məqsəddir? O heç bir məqsəd daşımır. Heç kimin də o məqsədi yoxdur. Yəni danışan adamlar da əslində heç kim xalq düşməni zad deyil. Sadəcə bir daha deyirəm, sosial-iqtisadi vəziyyət gərginləşdikcə, sosial-iqtisadi vəziyyət şkalası dibə vurduqca bu cür problemlər dediyim kimi milli, dini, irqi, siyasi müstəvidə qarşı durmalar böyüyəcək, parçalanmalar böyüyəcək və o da bir daha əvvəldə dediyim kimi kimi başını götürüb ölkədən gedəcək, kimi nə bilim bu arada ölümlərin sayı bayaqları bir təsadüfən baxdım. Yəqin ki o statistikaya biraz etibar olunmalı statistikadır. Keçən il müddətində Azərbaycanda bilmirəm, neçədir 95 min nə qədər adam sadəcə öldürülüb. Və öz əcəlinə ölənlərin sayıdır bu. Yəni o abortların sayı var, sonra bizdə olan uşaqların sayı var. Yəni bu ölkədə hər şey belə göz görə, yəni getdikcə artan sürətlə yuvarlanıb, dibə yuvarlandıqca sosial-iqtisadi vəziyyət və toplumun ümumi əhval-ruhiyyəsi belə bir yerdə hər 3 aydan, 5 aydan bir tədbir keçirdib, konferans keçirdib, forum keçirdib, inkişafdan danışmaq günahdır, böyük günahdır, cinayətdir hətta xəyanətdir millətin və dövlətin gələcəyinə. Bunu gizlətməklə, yəni yaranın üstünü basırmaqla yara sağalmaz, qangrena deməkdir. Demək, yaranın üstünü basırdınsa, yəni müalicə eləmədinsə, o zaman yara qangrenaya çevrilib və qol kəsiləcək, bıçaq kəsiləcək. İndi başlar da kəsilir, görürsünüz. Bir ildə 95 min adam sadəcə öldürülürsə, bu böyük rəqəmdir. Valla səhv eləmirəmsə 95 min dedi. İndi biraz az, biraz çox əslində bir ildə 95 min yox, 15 min adamın öldürülməsi belə böyük rəqəmdir. Bizim də indi bura Amerika deyil ki, 300 min, 350 min əhalimiz yoxdur ki. Özləri deyil, etiraf elədikdə bu oyunların aldıqları 10 mindir, hətta 11 min deyirlər. Onun da milyon, 11 milyon deyirlər. Onun da 5 milyon, 6 milyonu ölkədə yoxdur. Belə bir şəraitdə hər il 97 min adamın öldürülməsi bilirsiniz nə deməkdir. Və bir daha deyirəm, üstünə də təbii ölümləri gəlir. O zaman aydın olacaq ki, bu ölkə sürətlə məhv aparılır. Bax, o dediyim o ölümlər də, intiharlar da, ondan sonra bax bu qarşı durmalar da, gərginləşmələr də hamısı sosial-iqtisadi vəziyyətin pisləşməsindən doğur, getdikcə pisləşir. Və bunu düşünməlidir adamlar. İndi mən demişəm, bu tapınaq çocuklarından nəsə olmaq, o xam xəyaldır. Keçən dəfə dedim, axı, tutaq ki, bu yaxında vermişdilər Təhsil Nazirliyinin başında duran, Təhsil Nazirinə faktiki rəhbər olan adamlar tam əksəriyyəti təhsillə əlaqəsi olmayan adamlardır. O nazirin özünün təhsilinə əlaqəsi var. Adam indi bu yaşında ancaq ki o adına biografiya institutları da oxuyub Allah bilir. Kənd Təsərrüfatı Nazirinin o gün haradasa qulaq astım, kimsə danışırdı. Kənd Təsərrüfatı Naziri rəhbərliyində ümumiyyətcə kəndlə əlaqəsi olan bir adam yoxdur. İndi Ekologiya Naziri var, nə bilim, Dəmir Yol nədir, Zirabitə Naziri var, Səhiyyə Naziri var. Bir anda da paralel hökumət tam gücündən işləyir. Bax, o təbii paralel hökumətdir, Asan xidməti paralel hökumətdir, Dost xidməti paralel hökumətdir. Bax, bu media, yardım, media adı var, o paralel hökumətdir. Ondan sonra Ayna paralel hökumətdir. Özü görün nə gözəl adlar qoyublar. Dost, Asan, Ayna, Təbib. O gör nə gözəl adlar tapıblar. Nəticə nədir? Paralel hökumət ölkənin bütün o dövlətin strateji qurumlarını
ya əvəzləməklə ya da əlaqladıb ümumiyyətcə sıradan çıxartmaqla məşğuldur. Və bu gedişat ölkəmizə də, millətimizə də, onun prezidentinə də, onun nə bilim parlamentinə də, onun millətinə də, xalqına da, uşağına da, böyüyünə də, müəlliminə də, prokuroruna da, polisinə də, hakiminə də, icra başçısına da yaxşı içini vəd eləmir. Yəni qarşıda böyük bir tupik varsa və hamı da sürətlə o tupika doğru gedirsə, hamı da sürətlə, tam sürətlə və bir gün o tupikdə ya öz aralarında toqqaşıb ya da o tupiklə o divara dəyib hamısı məhv olacaq və bu ölkəmizi torpaq qalacaq yerində, heç kim narahat olmasın, ha. Torpaq qalacaq, torpaq içəri qaçan deyil. Yəni, bu cür idarə etməyə, bu cür filan, hamısı aradan çıxacaq və o zaman bu ölkəyə sahiblənib, aradan çıxmış idarə etməni, o məhv olunmuş milləti, ondan sonra bu dağıdılmış iqtisadiyyatı, məhv olunmuş səhiyyəni, təhsili yenidən qurub, öz nəflərinə, öz xeyirlərinə işlədən adamlar, hətta millətlər və xalqlar tapılacaq. Ayının min oyunu bir armudun başındadır. Bütün oyunlar bu milləti bu torpaqlar üzərində ya didərgin salmaq ya da burada nə bilim, ən yaxşı halda kölə vəziyyətinə salmaq ən yaxşı halda. Oyun ora gedir. Kim də bunu görürsə, danışmırsa, xəyanət edir. Görmürsə, o zaman niyə bu qədər deputat var, niyə bu qədər nazir var, niyə bu qədər partiya sədri var, siyasi lideri var? Bəs bunlar nəyi görürlər? Bu ölkədə heç bir strateji anlam daşıyan bir layihə yoxdur, bir proqram yoxdur. Mən keçən dəfə danışdım, baxın, əslində çox uğurlu bir şey olardı da. İndi bax, fikir verin, prezident çıxışında deyir ki, kəndliləri, kənd əhalisini kəndə qaytarmaq lazımdır. Amma bu ölkədə axı bir 15-20 il, bəlkə də daha çox zaman kəsində milyardlarla, 10 milyardlarla, 100 milyardlarla regionların sosial-iqtisadi inkişafı dövlət proqramı həyata keçirilib. Və nə gözəl olardı ki, o proqramlar gerçəkdən də regionların sosial-iqtisadi inkişafına qalxınmaya aparan, inkişafa aparan elə layihələr həyata keçiriləydi və nə gözəl olardı bugün, vəziyyət tamam başqa cür olardı elə. Bakı bu qədər yüklənməzdi və prezidentin də əlavə qayğısı yaranmaz ki, insanları olmayıb, heç kim heç nə eləməyib. Pulları basıb yiyiblər milyardları. İndi cəmaat da, bütün millət də gəlib Bakıya yığılıb. Bakı az qala, o üfürülmüş şarkım az qalıb partlasın. Rayonlar da bomboş. Belə vəziyyətdə də dediyim kimi tərəqqi, inkişaf, nə bilim, cənab prezident, nə bilim, Ali Baş Komandan, nə bilim, müzəffər komutan, nə bilim, belə. Bütün hallarda mən hər zaman dediyim kimi, mənə hamıdan çox lazım deyil. Bu şeylər mənə ağrıdır. Mən bu şeylərdən narahatam. Və mən həm də bu danışıqlarımın üzərindən xeyli risk aldığımda fərqindəyəm. Xeyli. İndi deyirlər həmişə, heç mi yaxşı şey yoxdur bu ölkədə? Var yaxşı şey. Nədir yaxşı şey məsələn üçün? Bizim bugün Şuşada forum keçirə bilməyimiz çox yaxşı şeydir. Şuşada indi 10 il əvvəl heç Şuşuna da girməzdi. Böyle adamlar ağlına da gətirməzdilər. Şuşada forum keçirmək yaxşı şeydir. Qarabağın, küllü Qarabağın, gözəl Qarabağın bugün kağız üzərində də olsa Azərbaycan ərazisi olmaq çox yaxşı şeydir. Xan kəndində Qarabağ Universitetinin fəaliyyət göstərməyi çox mütərəqqi və çox lazımlı bir şeydir. Bütün ölkə ərazisinin ən azı o bəlirli adda 1-2-3 kənd xaricində ərazi bütövlüyünün təmin olunması çox yaxşı bir şeydir. Elə, çox yaxşı şeydir. Niyə yaxşı şey yoxdur? Var yaxşı şeylər. Görünürdə yaxşı şeylər çoxdur. Amma indiyə qədər Qarabağa əhaliyi məskunlaşdıra bilməməyimiz elə çox pis şeydir. İndi Qarabağda bu dəqiq quruculuq işləri gedir deyirlər. Oradan nə xəbərlər gəlir, necə pozuntular, yeyintilər xəbərləri gəlir. Aylarla, illərlə cəmaat işlədi, pullarını vermirlər. Çox pis şeydir. Ondan sonra
Burada son iller bütün stratejik, qeyri-strateji sahələrdə küllü ixtisarlar gedir. Adamları ixtisara salırlar. 10 minlərlə müəllimlər, 10 minlərlə nə bilim indi mühəndislər, nə bilim kənd təsərrüfat mütəxəssisləri hamısı işsiz qalıblar. Pis şeydir. İndiyə kimi tutaq ki, Qarabağda tikilən evlərin vəziyyəti arada göstərirlər, düzdür. Səhər gün tez tapıb adamı üzr istətdirirlər, amma görünən bir şey var da, tikilmiş evin altından, divarın altı elə bil o dad kimi, sürüşən torpaq kimi ağlayıb özünə eşit tökülür. Bunlar pisdir. Yaxşı şey nə var məsələn üçün? Yaxşı şey var ki, Allah Teala bizə bu boyda neft verib, qaz verib, bu qədər sərvət verib. Demişəm dəfələrlə, siz da baxın, Ermənistan, Gürcistan, Azərbaycan əslində eyni ərazidir. Ermənistanla Gürcistanın quru torpaqdan başqa heç nəyi yoxdur. Bizimkini yığışdır, qutarası deyil. Amma Ermənistan da, Gürcistan da sosial-iqtisadi durum filan bizdən yaxşıdır. Necə olub bu? Yəni, deyirəm axı, adamlar soruşur, yaxşı şey yoxdur mu? Yaxşı şey var. Amma o yaxşı şeylərin özünü belə biz o pisliklərin kölgəsində batırmışıq, itirmişik. Ona görə herhalde mən dediyim kimi doğru bildiklərimi dedim, düşüncələrimi dedim. Mənə yenə deyirəm, hamıdan çox lazım deyil, amma mən narahatam. Mən millətin, dövlətin gələcəyindən narahatam. Mən enində sonunda ən əsas da mən Qaqaşın taleyindən narahatam. Mən sabah olmasam bu Qaqaşın axırı nə olacaq? İndiki sistem Qaqaşa normal ölmək də vəd eləmir. Allah uzaq eləsin, Allah ömür versin. Nə olacaq bunun axırı? Bu 4 divar anası da mən də bir gün bəlkə elə çıxdıq yola, bir yerə getdik, qayıdıb gələnə kimi yolda var düşdük, öldük. Bu 4 divarın arasında bu uşağın axırı nə olacaq? Geçen dəfə danışanda dedim, 34 ildə, indi 35, avqust 35 olacaq. 35 ildə bir adam soruşmuyor ki, bu uşağın taleyi necədir? Hayır, acdımız, toxdumu? Bəlkə bunun dədəsinin arxamandır, heç pensiyanı da buna vermir. Bəlkə bunun atası axmağın biri, davaran biridir. Ya da pensiya kartını götürüb, başını götürüb gedib Rusetdə, alyaların, qalyaların qucağındadır. Bir maraqlanarlar da. Bəs bu uşaq, mən ona görə deyirəm ki, Qaqaş uşaqlar bilirsin nə qədərdir bu ölkədə və son vaxtı doğulan uşaqların da müəyyən faizi elə anadan gəlmə belə doğulur. Və təsəvvür edirsin bu ölkədə gələcək nə vəd edir. Ona görə mən narahatam, doğrudan narahatam. İndi bu ölkədə normal ağlı başında olan uşaqları olan valideynlər də, onlar məndən də çox narahatdırlar. Niyə? Buradan uşağı göndərirsən, ged oradan atıya bir başqa sigaret al gətir. O dükana gedib gəlincə valideyn ürəyini böyrəyini yeyir. Ki Allah yolda bir şey olmasın, nəsə olmasın. Ya biz o uzaq bir kətdə deməli tezdən dururduq, 9-10'da yığışırdıq. Qonşu kətlərə gedirdik. Şorca, Ardanış, tərəfdə olca gedirdik, orada futbol oynuyorduk. Ondan sonra geri qayıdırdıq, evə gəlirdik, axşam mal, qoyun, nə bilim, çöl, bayır, həyat. Evdə də nə atamız, nə anamız bilməz ki, biz gedib Cildə, Ardanışda futbol oynayıb gəlmişik. Təsəvvür edirsinizmi? Fərqi tuta bilirsinizmi? Buradan valideyn, məktəbin həyatına valideyndən çox, uşaqdan çox, şagirddən çox valideyn gəlir. Niyə elədi sizcə? Adamlar narahatdılar. Adamlar narahatdılar. Boran olardı, qar olardı, bilirsiniz, elə şeylər heç yoxdur. Qapıyı açırdım belə, qarın, tarı adamın boyundan hündürdür, binanın özündən hündür. Mən bir dəfə görmədim ki, atamız, anamız əlimizdən tutar ki, bu uşaqdır. Birinci sinif, ikinci sinif mən görmədim. Ki, uşaq, duraq bu uşağı məktəb aparaq, qardır, boran, belə şey mən görmədim. İndi günün gün ortasında valideyn uşağın dalınca, ay Allah, başına bir iş gəlir, ay Allah. Niyə? Çünki narahatçılıq var. O zaman Sovet dövləti var idi, bəyənmədiyimiz, imperiya dediyimiz, yıxıb yerinə xaraba qurduğumuz adamlar Sovet hökumətinə, Sovet dövlətinə inanırdılar. İnanmırlar. İlham Əliyev, bu sənin qurduğun bu ölkəyə inanım yoxdur. Sənin bütün statistikan yalan, sənin bütün rəqəmlərin yalan, sənin bütün sənə verilən məruzələr hamısı yalan. Sən bu ölkəndə
Ha göz göre günahkar olan adam azadlıkta, günahsız adamlar hapiste. Yaxşı bu medya forumuydu da, hiç olmasa kızların azadlığını istəyərdilər da. Hiç olmasa bir jurnalist durup, elə belə dediyim kimi, bilinçli şəkildə, yəni təşkil elə, əvvəldən tapşırın ki, falan kəs, sən dur o kızların azadlığını istə. Ne olacaq onun? Dünya dağılacaq. Bəs bu ölkədə doğrusundan, yanlışından, o kim haqlı, kim haqsız, mən o işin o boyutuna hiç karışmam. Aslında ne adı var ki, adam öldürüblər. Tərtər boyda cinayəti törədən generallar, hamısı bu dəqiqədə generaldır, hamısı da vəzifə, əlavə vəzifə alıblar. Nədir onların cinayəti tərtərdən ağırdır. Bir adam, bir kadın, bir jurnalist, bir kız dursun elə belə desin cənab prezident. O kızları azadlığa bırakılmasına bağlı nə fikirləşirsiniz? Belə bir sual verəndə dünya dağılacaq. Bunu mən mi öyrətməliyəm sizə? Əvvəlcədən hazırlayırsan, özün bilə bilinç şəkildə. Yəni toplumu biraz rahatladan, topluma biraz ümit veren, topluma biraz güven veren, bu belə mi çətin bir məsələdir? Azad onsuz da eləmirsiniz. Heç olmasa bunu bu forumda bir jurnalist, bir kız, bir oğlan dursun, eləcə saatçı cənab prezident, bunlarla bağlı nə düşünürsünüz? Bunları azadlığa bırakmaq mümkündür. Bilmiyorum. Yani bu mesele bir gündem kimi ortaya çıksın. Bizim bir jurnalist dursun, bir siyasi məhbuslarla bağlı. Cənab prezident, siyasi məhbus məsələsi danışırlar, nə məsələdir? Bir o eləcə soruşsun da, indi prezident nə dər, ayrı şeydir. Niyə eləmirsiniz bunu? Və onu eləmədikcə, bu ölkədə o münasibətlər düz gəlməyəcək, düzəldə bilməzsiniz. Dedim ya, Bəşər Əsəddə də həmin şeydi, bax, eynən burada forumda təşkil edildilər, böyük ehtişamlı tədbirlər də təşkil edildilər. Bəşər Əsəd də çıxış edib, deyir ki, terrorçularla mübarizə aparırıq. Ölkə dağılıb, milyonlarla insan, 10 milyonlarla insan ölüb, 10 milyonlarla insan ölkədən qaçıb, ölkə xaraba gününə qalıb, amma adam qalibiyyətdən, qələbədən, nə bilmə, bir gecədə durdular, Bəşər Əsəd yoxdur. Bir gecə duracaqsınız, İlham Əliyev yoxdur, ondan olacaq. Ey adamlar, ey mətbuatı, formacı insanlar. Ya İlham Əliyevin özü, mesela bu adam bu şeylere niye böyle bu kadar ad verebilir ki, prim tanıyabilir ki? Ne mecburdu prezidentin gedib o forumlarda özünü tərif etmez. Zaten dedim, təriflənməli meseleler var mı? Var. Onlar da tarih öz yazacaq. Sənin ne ihtiyacın var bu şeylere? 21. əsrdəyik. Sonra orada da bir atalar sözü vardı, evvellerini çok işlenmirdi. Halva demeyin ağız şirin olmaz. Azadlık demeyle bizde her şey güzel demenin güzelliği olmaz. Güzelliği o zaman olacak ki, güzelliği. Adamlar seher durup işe gidecek, akşam evine gelecek. Altı pazar günde ailesinden çıkıp istirahat edecek, bir yere gidecek. Bu rayonlar, bu kentler hiç Bakı'nın özünden rayonlara turist celbelemek, Bakı'dan hala kenar ülkelerde mi? Bu rayonlardan biraz normal, yani uygun kıymetlere. Ya bu ülkede sizin verdiğiniz maaşla nəinki turist olmak, sizin verdiğiniz maaşla normalde nazir da acınlanırlar. Onlar rüşvet alır, paket alır, yerde kalan millet de sürünür. Dedim ya, evvel Ruset'ten, Ukrayna'dan pul gelirdi, o da gelmir. Ve siz təsəvvür edirsiniz, getdikçe bu prosesler hal yapar. Bizi ve sizi. Bizim canımız cehennem, bizim bitireceği işlerimiz yok, bir canımız var. Lazım gelende de kurban, Allah'a kurban, Allah'tan ferman gelende o şey oluyor. Ve sizin bu kadar varınız, variyetiniz var. Hiç olmasa onun hatırına biraz bu şeylere doğru yanaşma olmaz mı? Of, neyse. Nur Hanım yazır, TikTok yerlerinin görüşüydü. Medyanın yok, öyle şey yoktu. Oradakilerin ekseriyetinin terör ordeni var. Ekseriyetinin emektar jurnalistleri var. Ekseriyetinin bu ülkede bizim görmediğimiz, bilmediğimiz o kadar medya organları var ki. Yani jurnalist dediğin aslında böyle, o böyle bir qeyri-adi bir adamların boynuzu olmur jurnalist. Jurnalistin de adını gazete yazdırdın olduğun jurnalist de. Müxbir kimi, ne bileyim, sürücü kimi, ne bileyim falan kesin sevgilisi kimi gittin orada ottun. Parmaklarını böyle pedikür, manikür. Kompüterin dalında oturdun. Arada da redaktör geldi, sana göz vurdu.
Oldu jurnalist. Jurnalist olmak ne böyle şeydir. Jurnalist hem de öyle. Ya adam boynuzu jurnalist elədi. Of. Neyse. Geceniz xeyirli kalsın. Bir sağlık bir de azadlık olacaksa belki görüştük.